Dərman asılılığı qorxusu insanlarda çox olur. Bir çox pasientlər, valideynləri ilk dəfə həkimə gəldikdə birinci sualları olur ki, psixotrop dərmanlardan qorxuruq, ona görə ki, o asıllıq verə bilər və uzun müddətli xəstəlik müalicəsi zamanı xəstəlik müalicəsini kənara qoyub elə bir dərmandan asılılıqdan müalicə almaq istəmir. Yəni dərman asılılığı qorxusu insanlarda çox olur. Bu əslində böyük bir mifdir. Yəni belə bir şey yoxdur. Psixotrop dərmanların 90%-i asıllıq yaratmır. Yəni orada antidepressant qrupu var, nootroplar, normotimiklər. Bunlar heç biri asıllıq vermir. Və hətta biz xəstələrə bu dərmanları uzun müddət, illərlə, hətta ömür boyu təyin edirik. Bəli, bəzi dərmanlar var, hansı ki asıllıq verə bilər. Məsələn, trankvilizatorlar, ən çox da benzodiazepin qrupu. Onlar asıllıq o zaman verir ki, xəstələrə uzun müddət təyin olunur və xəstə nəzarətsiz qalır, onu həkimin yanına getmədən dozasını qaldırır və tədricən ona asılı olur. Həkim nəzarəti altında trankvilizatorlar qısa müddətli verilir və tədricən dozası azaldılaraq heç bir asıllıq əlamətləri yaratmır. Pregabalin tipli dərmanlar var. Bunlar da asıllıq verə bilər. Onlar da trankvilizatorlar kimi qısa müddətli təyin olunur. Digər preparatlar isə 1 ildən artıq, 2 il, hətta uzun müddətli müddət boyu istifadə oluna bilər.